Salam dostlar, ümidvaram hər biriniz çox yaxşısınız. Sonuncu videomda ən çox sual vəkillik imtahanı ilə bağlı gəldi. Ona görə istədim ki, bu videoda sizə ətraflı məlumat verim. Vəkillik imtahanına siz artıq neçənci kursdan sonra girə bilərsiniz. İmtahandan bir dəfə keçirdikdən sonra yenə girmə ehtimalınız varmı? Bu prosesə necə hazırlaşa bilərsiniz? İmtahan nə qədər çətindir? İmtahanı verdikdən sonra yenə sizi nə gözləyir? Vəkil olmaq üçün harda hazırlaşa bilərsiniz? Bizim təlim mərkəzimiz və təlimçilərimiz sizə bu prosesdə necə kömək edə bilər və s. Birinci sual təbii ki, belədir ki, siz neçənci kursdan sonra imtahana girə bilərsiniz. İmtahana girməkdən ötəri siz mütləq hüquq fakültesini bitirməlisiniz. Universiteti bitirməmiş, sonuncu kursda və s. imtahana girə bilmirsiniz. Bununla bağlı çox sual gəlir. Hər imtahan ərəfəsində tələbələrdə belə bir sual yaranır ki, yəni biz sonuncu kursdayıqsa, ballarımız çox yaxşıdırsa, imtahana niyə girə bilmirik? Çünki yaxşı ballarınız olması və sonuncu kursda olmanız bu universiteti bitirəcəyiniz mənasına gəlmir. Yəni mütləq bitirməlisiniz, o lazımlı kreditlərin hamısı alınmalıdır və bununla bağlı universitetdən əlinizdə rəsmi bir sənəd olmalıdır ki, siz artıq bu fakülteyi bitiribsiniz. Rəsmi sənəd deyirəm, çünki bəzən diplomun hazırlanması çox çəkir. Deyək ki, hər şey çox yaxşı keçdi. Fakülteyi bitirdiniz, əlinizdə sənəd də var. İmtahan ildə 2 dəfə olur. Adətən noyabrın axırı, dekabrın başı, ikincisi də yaz sonu, yay başı. Təxmini belə. Təxmini deyirəm çünki misal biz, yəni mənim özüm 12 martda imtahan vermişdim, amma bizdən sonra və deyəsən əvvəlində də mart ayında heç imtahan olmamışdı. Noyabrın sonu, dekabrın başı, digər isə səhv salmıramsa may ayının sonu, iyun ayının başı olmalıdır. Amma bu da təxmini deyirəm yenə, tam dəqiq yadımda deyil. İmtahana girməkdən ötəri qeydiyyatdan keçməlisiniz. Bəlirli bir sənədlər var sizdən istənilən, yəni çətin bir şey deyil. Universiteti bitirdiyinizlə bağlı və ödəniş etməlisiniz. İmtahana giriş 250-lərdir. İmtahana gəldikdə isə birinci sual təbii ki, hər zaman belə olur ki, çətindirmi? Çox çətindir. Hər il imtahandan təxmini 30-40% arası keçir. Yəni imtahana girən, deyək 100 nəfərdirsə, səhv salmıramsa, onların 30-u 40-ı imtahan verə bilir. Təxmini rəqəm belədir. Yəni mən imtahan verdiyim zaman 33% idi. Bu dəqiq rəqəm yadımdadır. Ondan sonra da bildiyim qədərilə çox heç nə dəyişməyib. İmtahanın formatı tamamilə yazılıdır. Heç bir əzbər intervyu etabı yoxdur. 100 sualdır, 100 mini kazus. Açıq suallar yoxdur. Hər sualın 4 alternativ cavabı olur və bu cavabların arasından siz birini seçirsiniz. Baxdığınız zaman Hassant kimi görünür, amma deyil. Çünki birincisi hazırlaşmalı olduğunuz materiallar çoxdur. İkincisi, kazuslardakı məlumatlar çox qarışıq olur. Yəni sizə çox məlumat verilir və ondan sonra bəzən elə olur ki, sual tamam başqa yerdən gəlir. Yəni kazusda sizə xırda çox önəmli kimi görünən detallar verilir. Siz o detallara fikir verirsiniz və sualın özünə gələndə görürsünüz ki, tamam başqa yerdəsiniz və yenə sıfırdan başlamalısınız. 100 sual 6 saatdə əslində yetərlidir. Yəni tam sonuna qədər imtahanda duranlar da olur təbii ki, amma daha tez çıxanlar da olur. Baxır siz nə qədər tez oxuyursunuz, nə qədər tez başa düşürsünüz və digər bir məsələ də təbii ki, emosional tərəfidir. Yəni psixolojik olaraq o prosesə nə qədər hazırsınız. Ümumiyyətlə bizdə imtahanlar 3 növ olur. Bir, saytı spesializasiya dediyimiz, saytı spesializasiya imtahan verdiyiniz zaman siz həm mülkü, yəni samukalako, həm inzibati, yəni administrasiyon, həm cinayət, yəni sesxli. Bu 3 kateqoriya işlərə də baxa bilirsiniz. Saytı spesializasiyadır və buna bütün məcəllələr demək olar ki, daxil. Yəni bütün məcəllələr dediyim əsas sayılanda samukalako, materialuri saprotiso, administratsiyuli materialuri saprotiso, sesxli materialuri saprotiso, არასოც ავანთემართმსა ჯულება, ბავშვთა უფლებების კოდექსი, beynəlxalq aktlar da buna daxildir. Demək olar ki, Gürcüstanda ratifikasiyya etdiyimiz bütün aktlar və bir neçə beynəlxalq işlər, Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərarlar. Yəni siz bu qərarları da oxumalısınız ki, orada verilən sualları cavablandıra biləsiniz.
İkincisi Samukaloko-dur. Samukaloko mülkü və inzibati nəzərdə tutur. Yəni burada cinayətlə bağlı heç bir şey yoxdur. Amma qalan bütün aktlar və qalan bütün məcəllələr hamısı var. Sadəcə cinayət olan sisxli materialuri sa proceso bir də arası on tematipsa cüləbə yoxdur. Qalan hamısı eyni qalır. Üçüncü də cinayətdir. Sisxlis mimar tüləbit, yəni kim ki mülkü işlərdə ümumiyyətlə işləmək istəmir. Amma cinayətdə də yenə inzibati qanunvericilik var. Yəni administrativli materialuri sa proceso və cinayət. Burada da sadəcə samukalkular yoxdur. Yəni üçündə də ağırlıqlı olaraq ən çox sual administrativlidən gəlir. 100 sual varsa 35-40 arası budur. Yəni siz administrativliyi həm materialuri, həm saproçsoy full əzbər bilməlisiniz. İndiyənə kimi bu videolarda qurduğum biz qanunları əzbərləmirik, biz qanunları başa düşürük, bizə qanunları əzbərləmək lazım deyil. Dediyim bütün sözlər yadınızdan çıxarda bilərsiniz, çünki burada artıq əzbər lazımdır. 3 imtahanın üçündə də sizə əzbər lazımdır, ən çox da saproçsoy. Yəni prosesual məcəllələrin hamısını, hər yerini əzbər bilməlisiniz. Vaxtlarla bağlı olanları, hüquqlarla bağlı olanları, yəni əsas zamanlar da əslində orada əzbərləməli olduğumuz 24 saat, 48 saat, 1 həftə, 2 həftə nə ki var hamısını. Sonra Erzo Saçvarilər, Romelyakti, Radro Saçvideba. İmtahanın çətinliyi də elə burada başlayır. Çünki bəzi sualın özü çox asan olur, amma cavablar bir-birinə çox yaxın olur. Yəni o qədər yaxın ki, biz orada nöqtə, vergül axtarırıq ki, görəsən, yəni son iki cavabın arasında hansı düzgün cavab ola bilər. Lərində isə, yəni əksinədir. Suallar çox çətin olur, amma cavablardan iləri gələrək biz o sualın düzgün cavabını tapa bilirik. Vəkillik imtahanı əslində həm əzbər, həm analitika tələb edir. Çünki bir çox şey əzbərləməsəniz, imtahanı verməyinizə imkan yoxdur. Yəni heç kim sizi aldatmasın. Amma sadəcə əzbərləyərək, əgər oxuduğunuz şeyi başa düşmürsünüzsə, imtahanı yenə verə bilməyəsiniz. Qərib bir paradoksdur, amma yəni hal-hazırda sistem belədir və sizdən məcbur vəkil olmaq istəyirsinizsə, bu sistemə ayaq uydurmalısınız. Gələcəkdə əgər heç bir şey dəyişməyəcəksə. İmtahana hazırlaşma prosesi çox önəmlidir. Çünki bizim özümüzdə artıq bir çox tələbə hazırlamışıq vəkillik imtahanı və imtahanına və gördüyümüz budur ki, universitetdəki o boşluğu doldurmaq imtahan üçün çox çətin olur. Çünki əslində imtahana hazırlıq nədir ki, siz, yəni nəzərdə tutulur ki, sizin artıq bəlirli bir bazanız var, bildiyiniz bəlirli şeylər və bu imtahana hazırlaşma prosesi sırf imtahana hazırlaşma prosesi olmalıdır. Yəni sualların üstündə işləmək, bu cavabların bir-birinə oxşaması və s. Amma təəssüf ki, problem budur ki, yəni universitetdə sırf imtahan verə bilmək, sırf seminarda bal ala bilmək, yəni necəsə bir formada bu dərsi bağlamaqdan ötəri oxunduğu üçün və bir çox tələbənin də buradan keçirdim, bax oradan zəng vurulur. Bu videoyu çəkmək mənə qismət olmur. Bir 5, 10, 15, 25 dəfə kəsdilər. Bu telefonu uçaq moduna aldım. Bunun internetini bağlamışdım. Uçaq moduna almaq yadımdan çıxıb, ona görə bir neçə dəfə kəsildi. Video nə qədər yaxşı alınacaq heç bir fikrim yoxdur. Təzənin qulasıma ərinirəm. Neysə. Başqa yenə çox şey dedim, amma heç bir yadımda deyil, Allah kahretsin. İmtahana biz tələbələri hazırlayanda ən çox problem harda yaşayırıq, ən son bunda yaşadıq, yadıma düşdü. İmtahan həm əzbər, həm analitika tələb edən bir proses olduğu üçün bir nəqədiyə bir tələbəyi hazırlamaq, yəni təxmini 2-3 ayımızı alır, amma gördüyümüz odur ki, bir çox tələbədə o boşluğu doldurmaq 3 ayda çox çətin olur ki, yəni həm sıfırdan, həm bu qədər materialı onlara öyrədək, həm də ki, imtahana lazım olan unarçvöbi dediyimiz, yəni sizə lazım olan
özəllikləri gəlişdirmək bu 2-3 ay içində həqiqətən çox çətin olur. Ona görə əgər sizin heç bir bazanız yoxdursa, yəni universitetdə deyək ki, dərslərə yaxşı hazırlanmırdınız, hazırlaşa bilmirdiniz bəlli səbəblərdən və yaxud universiteti bitirdikdən sonra çox ara verdiniz, sahədən çox uzaqlaşdınız və s. o zaman bir nəqadidə imtahanı verməyiniz demək olar ki, imkansızdır. Biri var ki, yəni işi gücü buraxıb sırf imtahana hazırlaşasınız, o ayrı məsələ. Amma siz həm full time işləyəsiniz, həm nə bilim gəzmək istəyəsiniz, həm sosial mediada vaxt keçirəsiniz, həm də ki, nə bilim gündə 1 saat, 1 saat yarım girib dərslərə qulaq asasınız ki, bu umuddan ki, imtahan verəsiniz, mümkünatı yoxdur. Ona görə yəni, bu elə bir perioddur ki, imtahana hazırlaşdığınız o periodda gərək siz hər şeyi bir qırağa qoyasınız və sırf imtahana hazırlaşasınız. Mən iş və şəxsi həyatın arasındakı balansın qorunmasını çox istəyirəm və hər zaman da insanlara, tələbələrə, nə bilim, bizim stajyorlarımıza və s. hər zaman onu deyirəm ki, bax, işlə şəxsi həyatınız arasındakı o balansı qorumağa çalışın. Yəni bütün gün işləməyin, bütün günü oxumayın. Mən elə edə bilmədim. Həyatımın bir çox etabında sırf işlədim, sırf oxudum. Yəni indi son bir neçə ildə artıq ofisə açdıqdan, doktoranturaya qəbul olduqdan sonra, yəni kimdə artıq biləndə ki, mən yerim rahatlamışam, ofisim açıldı, klienturam var, tam doktoranturaya da qəbul oldum. 2023-dən sonra artıq məndə bu iş, şəxsi həyat balansı biraz oturmağa başladı. Amma ona qədər demək olar ki, belə bir balans mənim həyatımda yox idi və yəni öz səhvlərimdən irəli gələrək məndən balaca olanlara və yaxud hələ də bu balansı qoruya bilməyənlərə məsləhət verməyə çalışıram. Amma bu imtahan periodu o period deyil. Siz əgər həm pul qazanmalısınızsa, yəni həm işləməlisiniz full time və s. o zaman nə edərsiniz? Ya yuxunuzdan gedəcək, gündə 2-3 saat yatasınız ki, sağlamlığınıza çox mənfi təsir göstərəcək. Hardan bildiyimi soruşmayın. İkincisi, gərək şəxsi həyatınızı biraz kənara qoyasınız. Ya da sosial mediada həddindən artıq çox vaxt keçirirsinizsə, sosial medianızı bağlaya bilərsiniz bir sürə. Yəni sırf o imtahana hazırlaşmaqdan ötəri. Deyək ki, hər şey qaydasında getdi. Bütün masalları çatdırdınız. Artıq imtahanın artıq imtahanın strukturunu bilirsiniz. Bu imtahanı verməyə hazırsınız. Ondan sonra girirsiniz imtahana. Bir çox tələbənin yenə səhvi harda olur? İmtahana girməmişdən bir gecə əvvəl hər şeyi oxuyub əzbərləməyə çalışıb özlərini maksimum dərəcədə yorurlar. Bu sizin nəyinizə lazımdır? Yəni o zamana qədər əzbərləyə bilmədiyiniz hansı şey siz bir gecədə əzbərləyəsiniz. Heç birini. Siz həmin gecə artıq çox rahat yatmalısınız. Çünki illərdən sizə 6 saatlıq bir imtahan gözləyir. Yəni 6 saat oturasınız və sırf yazasınız. Yəni bu həqiqətən çox çətin bir şeydir. Görə də yəni ən azından bir gün əvvəldən full dincəlməlisiniz və özünüzü full o imtahanı hazırlamalısınız. İmtahana getdiniz. 100% biraz tez gedin. Mənim özüm də şəxsən bir çox yerə gedişən biriyəm. Yəni gözləməkdənsə gözlətməyi tərcih edirəm. O arada vaxt itirməməkdən ötəri tamamilə hörmətsizlik deyil. Amma imtahan elə bir yer deyil. Yəni ora 100% tez getməlisiniz və o abu havaya, o ətraf mühitə alışmalısınız. Siz əgər o qorxuyla imtahana getsəniz ki, gecikdim, girə bilməyəcəm və s. ondan sonra geri imtahan psixologiyasına qayıtmaq çox çətin olur. Ona görə imtahana ən az 15 dəqiqə, 20 dəqiqə, deməm ki, 2 saat əvvəlcədən gedin orada oturun. Yox. Amma 15-20 dəqiqə tez gedin, oturun və o ətraf mühitə alışın. Başınızın üstündə gəzən o xanımlara, o qədər insanın bir yerdə oturmasına və s. Üstünüzdə su olsun, nə bilim, şokolad olsun, o 6 saat periodunda yeyə biləcəyiniz bir şeylər mütləq aparın. Mən imtahan yazdığım zaman və yaxud çox belə ciddi, konsantrə olmalı olduğum məqamlarda heç bir şey yeyə bilmirəm, heç bir şey içə bilmirəm. Amma imtahana gedəndə yenə üstümdə sudur, nə bilim, şokoladdır, hər şey aparmışdım ki, birdən oradan ağlıma gəlməsin ki, keşkə mən su gətirsəydim, keşkə mən onu gətirsəydim. Heç bir şey yemədim, heç bir şey içmədim. Amma orada hamısı gözümün qabağında durdu.
Ona görə də mütləq yanınızda bu olmalıdır. Digər bir məsələ nədir? Mənim özüm imtahanı yazdıqdan sonra ki, artıq bitirdim, sonra əvvəl yazdığınız sualları qayda bilirsiniz. Sonra gördüm ki, mən bu suallar artıq dəyişə-dəyişə gedirəm, tap. Yəni əvvəl başqa fikirləşirdim, indi başqa sualları gördüm, geri qayıtdım və s. Bunu eləməyin. Sadəcə və sadəcə 100% bildiyiniz sualları cavab verin. 1 qram belə olsa sual işarəsi varsa beyninizdə, o sualları cavablandırmayın. Sonra sadəcə və sadəcə emin olmadığınız suallara qayıdın. Mən orada hiss eləyəndə ki, mən geri qayıdıram və 100% doğru yazdığım sualları da səhv yazmağa başlayıram. Sonuncu suala qədər getdim və imtahanı bağladım. Yəni artıq o qədər stres olmuşdum ki, bu imtahanı verəcəm, verməyəcəm, neçə bal yığdım, nə oldu deyə. Artıq yəni bitirdim. Sonra orada hətta imtahanı verdiyim görəndə bir neçə dəqiqə inana bilmədim. Belə oturub ekrana baxırdım. Sonra orada gəzən xanımları çağırdım ki, yəni mən bu imtahanı vermişəm həqiqətən, bu bal yetir yoxmu deyə. Onlar da gördülər ki, biz kimlərə advokat eləyirik deyəsən, belə bir baxışlar var idi, amma o stres həqiqətən çox fərqlidir ki, mən imtahana gedəndə imtahana getdiyim mamamdan başqa heç kim bilmirdim. Çünki mamam bir neçə saat məndən xəbər almayanda artıq 112 Saxancro, dostlarımın ailələri en son Qıldana gəlmişdi dalımca. Nəysə, onu başqa bir videoda danışaram. İmtahana getdiyiniz zaman əgər emin deyilsinizsə ki, siz bu imtahanı verərsiniz, çox mənim kimi belə siz ortaqdan itəndə ortalığı bir-birinə qatmayacaq birlər yoxdursa, məncə bu haqda heç kimə deməyin. Bir də üstünə, əgər emosional bir insansınızsa, üstünüzə bunun yükü gələcəkdir ki, indi mən buradan çıxanda bunlara nə başa salım ki, imtahan verə bilmədim və s. və s. Ehtiyac yoxdur, nəyinizə lazımdır. Əgər imtahan versəniz nə yaxşı, hər kəsə zəng vurub xəbər edərsiniz. İmtahanı verə bilməsəniz də, yəni ən azından hər kəsə bir açıqlama verməli məcburiyyətində olmazsınız. Pis ehtimaldan başlasaq ki, imtahanı verə bilmədiniz, imtahana girmək sınırsızdır. Yəni nə qədər istəsəniz, ildə 2 dəfə, 250'ləriniz varsa, 2 dəfə girsəniz 500'ləri, ildə 500'ləriniz varsa, imtahana girə durun. Belə bir məhdudiyyətiniz yoxdur. İmtahanı verdikdən sonra, deyək ki, imtahanı verdiniz, ən yaxşı ehtimaldan gedək, professioli adaptasiya dediyimiz belə bir etap başlayır. 3 ay teoriya, yəni imtahanı verdiyiniz şeyləri, imtahanı verdikdən sonra sizə başa salan bir sistemdir bu vəkil imtahanı sistemi. Sonradan bütün o mövzuların üstündən keçirsiniz, fərqli vəkillər sizə treninqlər keçir, məlumatlar verir və s. və s. Bunların hamısı bitdikdən sonra artıq siz bazadan mentor advokat seçirsiniz. Siz bu videoya qulaq asanlar imtahan verdiyiniz periodda çox güman kimi artıq mentor advokat olmuş olacam və gəlib mənim yanımda da staj keçə bilərsiniz. Amma ona qədər bazadan seçirsiniz mentor advokatları və o mentor advokatların birinin yanında staj keçirsiniz 9 ay müddətində. Hər 3 aydan bir asosiasiyaya bir sənəd doldurursunuz, belə deyək ki, bu staj periodunuz necə getdi, nələr öyrəndiniz və s. Həmçinin mentor advokatınız da bunun haqqında bir hesabat verir. Həm siz hesabat verirsiniz, həm mentor advokatınız. Ondan sonra artıq 3 ay və 9 ayı bitirdikdən sonra sertifikat alırsınız hər 2 etapda da. Ondan sonra da artıq illik ödənişi verirsiniz. 250 lari veririk, səhv salmıramsa hər il. Və ondan sonra artıq siz də Vəkillər Asosiasiyasının bir üzvü olursunuz. Zaten bütün tantanada bundan sonra başlayır. Cəmləsək belədir ki, imtahan həqiqətən çətindir. İmtahana hazırlaşdığınız periodda dış dünya ilə bütün əlaqələrinizi kəsməlisiniz. Yəni sırf bu imtahana hazırlaşmalısınız. Heç kim sizə anlatmasın ki, asan imtahan və s. Mən özüm misal üçün imtahana heç hazırlaşmadım. Və deyim niyə? Biz imtahanı korona periodunda verdik və o zaman imtahanlar bir neçə dəfə təxirə salındı. Təxirə salındığı üçün biz də düşündük ki, martın ortasında heç kimizə imtahan yazdırmayacaq da. Ona qədər bir çox dəfə imtahan təyin edildi, təxirə salındı, təyin edildi, təxirə salındı. Biz düşündük ki, yaz sonu, yay başı yazarıq imtahanı, amma gəldi martın 12-sində imtahan. Sonra biz fevralın sonunda artıq dərk etdik ki, yox, yəni bu imtahan təxirə salınmayacaq.
bu imtahan veriləsidir. Martın 1-dən başladıq 11 gün. Yəni mən sırf 11 gün hazırlaşdım imtahana, amma belə bir şey var ki, mənim bazam həqiqətən çox yaxşı idi. Bir, zaten universitetdə oxuyurdum, əzbərləyirdim. İkincisi və daha önəmlisi belədir ki, mən 3-cü kursun başından bəri sırf praktikadaydım. Hüquq bürolarında staj keçirdim, hüquqi yardım mərkəzlərində staj keçirdim, QHT sektorunda başlamışdım işləməyə və zaten bu məcəllələr Samokoloko, materialları saproçu, administrasiyon materialları saproçu, mən bunlar zaten əzbər bilirdim. Yəni mən hər gün boşanma üçün, hər gün uqanonum şenobulobalar üçün və s. durmadan biz sarçellər yazırdıq, ərizələr yazırdıq və mən bunları əzbər bilirdim. Və bunları əzbər bildiyim üçün mən imtahanıma 11 gün, 10-11 gün hazırlanmaq yetdi. Ona görə yox ki, mən dahi bir insanım. Bəlkə də içimdə bir yerdə, amma neysə. Ona görə də əgər belə bir bazanız yoxdursa ki, belə bir bazası olub da kəsilənlər də çox olur. Bilmirəm, imtahanın stresidir. O abu-havaya, o imtahanı mı çox ciddi alırsınız? 6 saat imtahan yazmaq mı çox çətindir, amma faktdır ki, bunların hamısı birləşdiyi zaman bəzi çətinliklər olur. Hələlik demək istədiklərim bu qədərdir. Əgər suallarınız varsa, yorumlarda yazarsınız. Videomu bəyəndinizsə, bəyənərsiniz. Kanalıma abunə olmağı unutmayın. Və bu videonun açıqlamasında bu nəqadidə imtahana hazırlaşmaq istəyənlər üçün form buraxacağam. Əgər bizlə davam etmək istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz və imtahana bizimlə birlikdə hazırlana bilərsiniz. Hələlik.